Əsarətlə barışmayan qəhrəman. Ərəblər qonşu ölkələrlə yanaşı Azərbaycanı da işğal edib öz dövlətlərinin tərkibinə qatdılar. Bu dövlət xəlifələr başçılıq etdiyi üçün onu xilafət adlandırırdılar. İlk ərəb işğalları 7-ci yüzillikdə İslam dininin yayılması adı ilə aparılırdı. Müxtəlif dinlərin mövcud olduğu Azərbaycanda İslam dininin yayılması xalqın formalaşmasına müsbət təsir göstərdi. İslam dinini qəbul edənlər müsəlman adlanırdı. Bu dində milli fərqlər yox idi. İslamı qəbul edən hər bir kəs, ərəb olmasa belə, ərəb hüquqlarına malik olurdu. Xilafət dini dövlət olduğundan tutulan ərazilərdə İslam qaydaları hökm sürməyə başladı. İlk ərəb xəlifələri dövləti ədalətlə idarə edirdilər. Vergilər yüngülləşdirilmişdi. Daxili çəkişmələr dayanmış, sabitlik yaradılmışdı. Bu tədbirlər əhalinin güzəranını yaxşılaşdırmışdı. Lakin xilafətdə hakimiyyətə yeni xəlifələr gəldi. Onlar ərəblərlə ərəb olmayan əhali arasında fərq qoymağa başladılar. Vergilər də getdikcə artırıldı. Çoxsaylı vergiləri ödəyə bilməyənlərin övladları əlindən alınırdı. Yerli əhalinin torpaqlarına ərəb ailələri köçürülürdü. Əhali artıq ərəb əsarəti ilə barışmaq istəmirdi. Getdikcə artan narazılıqlar xalq üsyanlarına çevrildi. Azərbaycanda ərəb zülmünə qarşı çıxanları Xürrəmilər adlandırırdılar. Xürrəmilər vətənimizin azadlığı uğrunda mübarizə aparırdılar. Onlar qırmızı geyinir, döyüşlərə də azadlıq rəmzi olan qırmızı bayraq altında gedirdilər. Ərdəbil yaxınlığında dağın zirvəsində tikilən Bəz qalası Xürrəmlərin istinadgahı idi. Əhalinin bütün təbəqələri üsyana qoşulmuşdu. Kəndlilər, şəhər əhalisi, varlılar və yoxsulların bir arzusu vardı. Vətənimiz azad olmalıdır. Bilirsinizmi? Babək özü Ərdəbil yaxınlığındakı Bilalabad kəndində yoxsul bir ailədə dünyaya göz açmışdı. Atasını tez itirən Babək işləyərək gözləri görməyən anasını da saxlayırdı. O, uşaq vaxtlarından başqalarına çobanlıq etmiş, qoyun, quzu otarmışdı. Böyüyəndə isə ticarət karvanlarına bələdçilik etməklə məşğul olmuşdu. Belə şəxslərə sarban deyilirdi. Sarbanlıq edən Babək bunun sayəsində bütün ölkəni gəzmiş, əhalinin ağır vəziyyətini öz gözləri ilə görmüşdü. Yaşadığı çətinliklər onu sərtləşdirməmişdi. Əksinə, sadə bir kəndli balası çalışqanlığı və zəhmətsevərliyi sayəsində qətiyyətli və iradəli şəxsiyyətə çevrilmişdi. Xalq içərisindən çıxan Babək tezliklə öz xalqının qəhrəmanına çevrildi. Onun başçılığı ilə Xürrəmlər xilafətin xeyli sayda ordusunu darmadağın etdilər. Xürrəmlərin gücü xalqın birliyində idi. Azadlıq hərəkatına qoşulan əhali hər yerdə yadelli ərəb məmurlarını ölkədən qovurdu. Beləliklə, xəlifənin Azərbaycandakı hakimiyyətinə böyük zərbə vuruldu. Xürrəmlərin uğurları xəlifəni qorxuya salmışdı. Xəlifə böyük nüfuza götürdüyü Azərbaycandan əl çəkmək istəmirdi. O, Babəkə qarşı tanınmış sərkərdəsini, türk əsilli Afşini göndərdi. Afşinin ixtiyarına böyük ordu verilmişdi. Xəlifə ona küllü miqdarda pul da göndərirdi. Afşin Babəki uzaqlaşdırmağa başladı. Bunun üçün bəzən hədə-qorxudan, bəzən də puldan istifadə edirdi. Nəticədə Babək silah-sursat göndərən, ordusunu ərzaqla təmin edən varlılar ondan uzaqlaşdı. Afşin Babəkin yaxın sərkərdələrinə qarşı da xüsusi plan hazırlamışdı. Onları pusquya salıb əsir götürür ya da öldürürdü. Nəticədə Xürrəmlərin qüvvələri xeyli zəiflədi. Uzun sürən müharibələrdən sonra Afşin Bəz qalasını mühasirəyə ala bildi. 837-ci ildə Xürrəmlərin son sığınacağı olan Bəz uğrunda tarixin ən böyük qanlı döyüşlərindən biri başlandı. Xürrəmlərin şiddətli müqavimətinə baxmayaraq, sayca üstün olan xilafət qüvvələri qalib gəldi. Bəz qalası tutuldu. Xilafəti lərzəyə salan bu möhtəşəm qala Afşinin əmri ilə dağıdıldı. Babək mühasirədən çıxa bilmişdi. O, xilafətə qarşı mübarizəni davam etdirmək niyyətində idi. Lakin başına böyük məbləğdə pul mükafatı qoyulmuşdu. Babəki yerli əyanlardan biri Afşinə ələ verdi. Xilafətin mərkəzinə aparılan qəhrəman Azərbaycan oğlu ölümü də mərdliklə qarşıladı. Tarixi mənbələrin verdiyi məlumatlara görə ağır edam prosesinə baxmayaraq, Babəkin iniltisini belə eşidən olmamışdı. Döyüş meydanında qələbələr sıralayan Babək, şərəfli ölümü ilə də düşmənə qalib gəlməyi bacarmışdı.
Məğlub olmasına baxmayaraq, Xürrəmlər hərəkatı nəticəsiz qalmadı. Xilafət zəiflədi və bir qədər sonra parçalandı. Xilafətdən ayrılan ərazilərdə, o cümlədən Azərbaycanda da müstəqil dövlətlər yarandı. Xalq öz qəhrəman oğlunu heç zaman unutmadı. Azadlıq rəmzinə çevrilən bu ad bu gün də dünyaya gələn Azərbaycan övladlarına qoyulur. Afşin Babəkin sərkərdəlik bacarığına heyran olmuşdu. O, əfv olunması üçün xəlifədən fərman da almışdı. Şərti isə belə idi: Babək xalqdan uzaqlaşmalı, Xürrəmləri tərk etməli. Əvəzində özü və ailəsi əfv ediləcək, xilafət qoşunlarının birinə komandan təyin olunacaqdı. Lakin Babək, mən öz xalqıma xəyanət edə bilmərəm, deyərək Afşinin təklifini rədd etmişdi. Afşin isə niyyətindən əl çəkmək istəmirdi. Bu dəfə o, Babəkin əsir düşmüş oğluna məktub yazdırdı. Oğlu atasından xilafətin əmrinə tabe olmasını xahiş edirdi. Babəkin cavabı isə olduqca təsirli idi. Sən daha mənim oğlum deyilsən. Sən anlamadın ki, 40 il kölə kimi yaşamaqdansa bir gün azad yaşamaq daha yaxşıdır.